It has been said that I have two alternatives: either go to jail or go to the army. But I would like to say that there is another alternative, and that alternative is justice. Salam əziz izləyicilərimiz. Bugün mən boks idmanın əfsanəsi, bütün zamanların ən böyük boksçusu sayılan Məhəmməd Əli haqqında danışacağam. Onun hekayəsi təkcə idman haqqında deyil, həm də cəsarət, inam və qətiyyət haqqındadır. Məhəmməd Əli 1942-ci ilin yanvarın 17-sində Kentucky ştatının kiçik Louisville şəhərində anadan olmuşdur. Doğulanda ona atasının şərəfinə kiçik Cassius Marcellus Clay adını vermişdilər. Cassius'un atası reklam lövhələri və afişalar çəkirdi. Anası Odessa Grady isə zəngin ağdərili ailələrin evlərində yemək bişirərdi. Həmin vaxt Amerika cəmiyyətində ağlar və qaralar arasında seqregasiya qaydaları hökm sürürdü və Cassius şəxsiyyətinə çox təsir edən bu irqi bərabərsizlik şəraitini böyümüşdü. 12 yaşında olanda ona verilmiş milad hədiyyəsi olan velosipedi küçəyə qoyduqdan sonra oğurlamışdılar. Oğurluq haqqında polisə məlumat verərkən Cassius bunu edən şəxsi döyəcəyini dedikdə ona verilən cavab belə olmuşdu: kimisə döyməzdən qabaq əvvəlcə döyüşməyi öyrənməlisən. Beləliklə Cassius daha sonra kiçik qardaşı Rudolf ilə boks idman zalına getdi. Clay məşqə ciddi yanaşırdı. O spirtli içki və siqaretdən istifadə etmir, hər gün səhər təxminən 10 kilometr qaçır, günün digər hissəsini idman zalında və boks texnikasının məşqlərdə inkişaf etdirirdi. Uğur özünü çox gözlətmədi. 1956-cı ildə Cassius ilk böyük boks yarışında Qızıl Əlcəklər turnirində iştirak etdi və dərhal bu turnirin qalibi oldu. 1960-cı ildə gənc boksçu Həvəskar Atletika İttifaqı turnirinin qalibi oldu və Romada keçiriləcək Olimpiya oyunlarına vəsiqə qazandı. Bu olimpiyadada 18 yaşlı Cassius ağır çəkili boksçular arasında ən gənci olsa da Olimpiya çempionu olmağı bacardı. Deyilənə görə Olimpiya çempionu olmağında böyük qürur hissi keçirən Cassius bir dəfə doğma şəhərində bir restorana girərək orada yemək sifariş etmək istəyirdi. Lakin bu restoran yalnız ağlar üçün nəzərdə tutulduğundan qara dərili kimi ona xidmət etmək imtina olunmuşdu. Cassius özünün medalını göstərərək Olimpiya çempionu olduğunu bildirməsinə baxmayaraq ondan restoranı tərk etmək xahiş olunmuşdu. Qardaşın dediyinə görə bu hadisə Cassiusa elə pis təsir göstərmişdi ki, o Ohio çayının sahillərinə gedərək Olimpiya medalını çaya atmışdı. Olimpiyadadan sonra peşəkar boksa keçməmişdən qabaq, Cassius Clay həvəskar ringdə keçirtdiyi 108 döyüşdən 100-ündə qalib gəlməyə bacarmışdı. Cassius Clay peşəkar kimi ilk döyüşünü 29 oktyabr 1960-cı ildə Danny Hunsakerə qarşı keçirtdi. 6 raunddan sonra hakimlərin qərarı ilə Clay qalib elan edilmiş, Hunsaker isə həmin gün gələcək çempionla döyüşünü bildirmişdi. 1963-cü ildə Cassius Clay ilin boksçusu seçiləndə həmin vaxta qədər o bir dənə döyüşü uduzmamışdı. O bu halda 70-ci illərdə hələ 4 dəfə layiq görüləcəkdi. 1964-cü ildə ağır çəkidə mütləq dünya çempionu adı uğrunda döyüş baş verdi. Clay'in rəqibi Amerikalı Sonny Liston olmuşdu. Cassius döyüşün rəsmi elanından dərhal sonra ona psixoloji təzyiq göstərməyə başladı. O hər müsahibəsində rəqibini alçatmağa çalışır və hədələyirdi. 4-cü raundda Clay gözlərində şiddətli ağrılar hiss etməyə başladı. Lakin buna baxmayaraq mübarizəni davam etdirdi. Awkwardly fast. Good long left lead. In the sixth round, will Liston won back to his corner. Liston was a... Və 6-7-ci raundlar arasındakı fasilədə Liston çiyninə zədə aldığını əsas gətirərək mübarizəni davam etdirməkdən imtina etdi. Qələbədən sonra Cassius İslamı qəbul etdiyini
və İslam millətinə qoşulduğunu elan etdi. Malcolm X-dən ilhamlanaraq rəsmi olaraq adını Cassius X, sonra isə Məhəmməd Əli olaraq dəyişmişdi. Vaxt keçdikcə boksçu İslam millətini tərk edərək İslamın ənənəvi sünni qolunu qəbul etmiş və ömrün sonuna qədər bu dinə əməl etmişdi. Boksçu Məhəmməd Əli adı altında ilk döyüşünü 1965-ci ildə yenə də Sonny Lissona qarşı keçirtdi və döyüşün ikinci dəqiqəsində rəqibini nokaut etdi. Maybe 4 punches at most. He had gotten knocked out by a punch he didn't see. Muhammad was floating around, and what happened? He made an angle on the guy, missing it, throwing a jab, his head went down. He didn't see the punch. He got hit right on the temple. Jersey Joe Walcott. Sonny cannot move. I'm not Cassius. You still calling me? I can't get... Bir neçə ölkəyə səfər etdiyi qısa fasilədən sonra Əli uşaqlıq kumiri Floyd Pattersonu məğlub etmək üçün ringə qayıtdı. Əvvəlcədən düşünülmüş plana görə Məhəmməd Əli yalnız 12-ci raundda tam gücü ilə zərbələr endirməyə başladı və bir neçə dəqiq zərbədən sonra hakim döyüşü dayandırdı. 1966-cı ildə qalibiyyət seriyasını davam etdirən Əli 1967-ci ildə 2 uğurlu döyüş keçirtdi. Aprel ayında isə Amerika Birləşmiş Ştatlarının ordusuna hərbi xidmətə çağırıldı. Həmin vaxt Amerika ordusu Vyetnamda hərbi əməliyyatlar aparırdı. Lakin Əli onun dini inanclarının döyüş bölgəsinə getməsinə icazə vermədiyini əsaslandıraraq orduya qoşulmaqdan imtina etmişdi. Hakimiyyət nümayəndələri idmançıya sövdələşmələr təklif etsə də, onun əlində silah belə saxlamayacağına söz versə də, Əli bu təklifi rədd etmişdi. Bundan başqa o bildirmişdi. Bu ağların müharibəsidir və öz ölkəsində hörmət qoyulmayan və haqları qorunmayan qaradərilər nə üçün ağlar üçün vuruşmalıdır? Məhəmməd Əli xidmətdən imtina etdiyinə görə 5 il həbs və $10.000 pul cəzasına məhkum edildi və qazandığı bütün titullardan məhrum edildi. Əli bu qərarla barışmayaraq apellyasiya şikayəti verdi. Daha sonra isə Amerika Birləşmiş Ştatları Ali Məhkəməsinə müraciət etdi. Məcburi fasilə zamanı Məhəmməd Əli ölkənin bir çox universitetlərdən mühazirə oxumağa dəvət olunmağa başladı. Əli bu çıxışlarda Vyetnam müharibəsi ilə bağlı fikirlərini bölüşən gənclərin kumiri olduğunu biləndə təəccüblənmişdi. Bu Əliyə böyük təəssürat yaratdı. Hətta ölkədəki irqi seqreqasiya olduğunu bildirsə də, nə vaxtsa bu sosial problemin həll olunacağı barədə deyirdi. 1970-ci ildə federal məhkəmə Əlinin boksçu lisensiyasının bərpa olunması haqqında qərar çıxartdı. Əli ilk döyüşünü Georgia ştatının Atlanta şəhərində Jerry Quarry'ə qarşı keçirdərək ona qalib gəldi. Növbəti döyüş Argentinalı Oscar Bonavera'ya qarşı oldu və döyüş 15-ci raundda rəqibini nakauta salan Əlinin qələbəsi ilə başa çatdı. Bu döyüşün nəticəsi olaraq o, Şimal Amerika Boks Federasiyası versiyasına görə dünya çempionu titulunu qazandı. Növbəti döyüş Madison Square Garden-da dünya çempionu Joe Frazier'a qarşı olmalıydı. Əvvəlki çempion ilə hal-hazırki çempion arasında olacaq bu döyüş əsrin döyüşü kimi tarixə düşmüşdü. Bütün biletlər əvvəlcədən satılmışdı. Döyüş 35 ölkədə canlı olaraq izləniləcəkdi. Döyüşdən əvvəl Məhəmməd Frazieri mümkün qədər ələ salmağa çalışır, onu kifir və meymun adlandırırdı. That's all over. Sonny Liston is all over. Now you ain't the champ. Hey, Don't listen say for something to Be embarrass quiet you. now. I don't Shut wanna up. embarrass you. How you gonna do this? Embarrassment. How you gonna do You the this? champ. You go fight more, draw 4,000 people live. When is this? There's more people in training than you have. When is this? What that have you ain't on this world gate, man. Özünü təhqir olunmuş hesab edən Frazier nəyin bahasına olursa olsun Əlini cəzalandırmaq istəyirdi. Bu döyüşdə Joe Frazier hakimlərin yekdil qərarı ilə qalib gələrək peşəkar karyerasında Əliyə ilk məğlubiyyətini yaşatdı və boksçuların hər biri döyüşə görə $2,5 milyon aldı.
1971-ci ildə Məhəmməd Əli 3 döyüş, 1972-ci ildə 6 döyüş, 1973-cü ildə daha 3 döyüş keçirərək onların hamısında qalib gəlmişdi. Bu arada 1973-cü ilin yanvarın 22-sində Joe Frazier ilə George Foreman arasında çempionluq döyüşü keçirildi. Fiziki cəhətdən daha güclü George Foreman bu döyüşdə qalib gələrək yeni dünya çempionu olmuşdu. 1974-cü ilin yanvarında Əli ilə Frazier arasında ikinci döyüş baş verdi. Bu döyüşdən bir gün əvvəl boksçular ABC telekanalına müsahibə verirdilər. Bu müsahibə zamanı bir-birinə sataşan boksçular arasında canlı yayımda dava düşdü. Əvvəlki döyüşdən dərs alan Əli bütün döyüş ərzində hücum taktikası seçmiş və yekdil qərarla qalib gəlmişdi. Bununla da Əli yeni çempion olan George Foremanla WBC və WBA dünya titulu uğrunda döyüşmək hüququ qazandı. Bu döyüşdə bir çox bookmakerlər və idman mütəxəssisləri üstünlüyü George Foremana verirdilər. George Foreman bu döyüşdən qabaq professional ringdə 40 döyüş keçirmiş və onların hamısında qalib gəlmişdi. Foreman Əlidən cavan idi və fiziki cəhətdən çox güclü döyüşçü sayılırdı. O Əlini məğlub edən Joe Frazier'a asanlıqla qalib gəlmişdi. Döyüş 1974-cü il oktyabrın 30-da o zaman Zair adlandırılan indiki Kongo Demokratik Respublikasının Kinshasa şəhərində baş tutmuşdu və cəngəllikdə gürültü adlandırılmışdı. Yüksək rütubət və isti hava şəraitində hər iki boksçu artıq ilk raundlarda fiziki cəhətdən tez yorulmağa başladılar. Bütün döyüş ərzində hücum edən George Foreman 8-ci raundda artıq yorulmuşdu. Məharətlə müdafiə olunan Əli onu 8-ci raundda nokaut etdi. You know, the guy really was the people's choice, and he was the people's choice because he loved them. Yes, I'd hate to predict any fight, but my goodness, those people who said Foreman would win in a flash have certainly been proved wrong. And about the 7th round, he asked me, "That all you got, George?" That was like a nightmare. After a while, even the dumbest of us looked up there and said, "You know what? He's winning." Bu döyüş Ring jurnalı tərəfindən ilin döyüşü seçildi və həm də 20-ci əsrin ən böyük boks döyüşlərindən biri adlanır. Boksçunun qonorarı 5 milyon dollardan çox idi. Elə həmin il Əli Sports Illustrated jurnalı tərəfindən əsrin idmançısı seçildi. 1975-ci ilin yazında Əli 2 döyüş keçirtdi və hər ikisində texniki nokautla qalib gəldi. 1975-ci ilin oktyabrın 1-də Əli ilə Joe Frazier arasında 3-cü döyüş keçirildi. Boks tarixində Manilada Thriller adı ilə keçən döyüş, boks tarixinin ən yaxşı döyüşlərinin biri idi. Üstünlük bir boksçunun digərinə dəyişirdi. Lakin 14-cü raunddan sonra hematoma Frazierin sol gözünü tamamilə bağladığından döyüş dayandırıldı. Döyüşün mükafat fondu 14 milyon olub ki, bunun 9-u Məhəmməd Əliyə verilmişdi. Döyüş bitdikdən sonra hər iki boksçu taqətdən düşmüşdü və Əli Frazieri özündən sonra ən yaxşı boksçu adlandıraraq onu çox düzgün qiymətləndirmədiyini söylədi. Sonralar Əli Frazierdən ona yönəlmiş bütün təhqirlərə görə bir neçə dəfə rəsmi şəkildə üzr istəmişdi. 1975-ci ildə Əlinin Mənim Hekayəm adlı avtobioqrafiyası işıq üz gördü. 1976-cı ildə Əli 4 dəfə boks titulunu müvəffəqiyyətlə müdafiə etdi və iyun ayında qonorarı 6 milyon dollar olan güləşçi Antonio Inoki ilə döyüşdü. 15 raunddan sonra heç-heçə ilə başa çatan döyüşü döyüş sənət həvəskarları səbirsizliklə gözləsələr də məyus olmuşdular. Bir çox nüfuzlu nəşrlər bu döyüşü Əlinin karyerasında ən pis və ən darıxdırıcı döyüş adlandırırlar.
1978-ci ilin fevralında Əli Olimpiya çempionu Liam Spinks ilə görüşdü. Məhəmməd Əli özünü mütləq favorit hesab edirdi. Lakin döyüşün sonunda qalibiyyət cüzi üstünlüklə Spinksə verildi. Düz 6 aydan sonra Əli 65 min tamaşaçı qarşısında yenidən Spinks ilə qarşılaşdı və təcrübəyə əsaslanaraq rəqibini üstələməyə başladı. Mübarizə bütün 15 raund davam etdi və Məhəmməd Əli 3-cü dəfə dünya çempionu titulunu qazandı. Bundan sonra Əli 2 il ringə çıxmadı. 1980-ci ildə başlayan pul çatışmazlığı səbəbindən Məhəmməd Əli hazırki çempion Larry Holmesa qarşı çıxmağa məcbur oldu. Holmes bütün döyüş boyu üstünlükdə keçirdi və hər raundda inamla qalib gəlirdi və əlini ciddi zədələməkdən qorxduğu üçün onu nokaut etməyə çalışmırdı. Döyüşün 10-cu raundunda Əli karyerasında ilk dəfə mübarizəni davam etdirməkdən imtina etmişdi. Məhəmməd Əli bu döyüşə görə təxminən $8 milyon almışdı. 1981-ci ildə boksçu Trevor Berbickə qarşı onsuz da pisləşən səhhətinə baxmayaraq yenidən ringə çıxdı. Məhəmməd Əli əvvəlki görüşdən qat-qat yaxşı görünsə də yekdil qərarla məğlub oldu. Bu Əlinin peşəkar karyerasında 20 ildən çox davam edən sonuncu döyüşü idi. Bu müddət ərzində idmançı professional ringdə 61 döyüş keçirmiş, onların 56-sına qalib gəlmiş, bunların 37-sində isə rəqibini nokaut etməyi bacarmışdı. 1984-cü ildə keçmiş boksçu koordinasiya və nəfəs alma problemlərinə görə Nyu-Yorkda xəstəxanaya yerləşdirildi. Aparılmış tibbi müayinə nəticəsində Əliyə Parkinson xəstəliyi diaqnozu qoyuldu. Bundan sonra eləcə də bir sıra boksçuların ringdə həlak olması ilə bağlı Amerikada peşkar boksun qadağan edilməsi kampaniyası başladı. Lakin Əli boksun Afro-Amerikalılar üçün həyatda uğur qazanmaq üçün əsas imkanlardan biri olduğunu izah edərək qadağaya qarşı çıxdı. Əli Parkinson xəstəlikləri mərkəzi və tədqiqat mərkəzi açmışdı. 1987-ci ildə Əli Amerika boks şöhrət zalına, 3 il sonra isə beynəlxalq boks şöhrət zalına daxil etmişdi. Əli idmandan sonra həyatını xeyriyyə işlərinə həsr etdi. Karyerasının başa çatması ilə bağlı keçirilən mərasimdə ona xatirə olaraq brilliant üzük hədiyyə edilmişdi. Əli elə həmin axşam bu üzüyü əlil bir qıza hədiyyə etmişdi. O ehtiyacı olanlara kömək edir, varlı Amerikalıları ondan nümunə götürməyə çağırırdı. 1990-cı ilin noyabrında Məhəmməd Əli İraqa səfər etmiş və 1-ci Körfəz müharibəsi ərəfəsində orada saxlanılan Amerikalı girovların azad edilməsi məqsədi ilə Prezident Saddam Hüseyn ilə görüşmüşdü. O bura siyasi fiqur kimi deyil, sadəcə olaraq bir idman əfsanəsi kimi gəlmişdi. Əlinin İraq prezidenti ilə görüşündən sonra 15 nəfər girov azad edilmiş və onlar Məhəmməd Əli ilə birlikdə Amerika Birləşmiş Ştatlarına qayıtmışlar. 19 iyul 1996-cı il. Bugün Amerikanın Atlantada keçirilən Yay Olimpiya oyunlarının rəsmi açılış mərasimi keçirilirdi. Amma Olimpiya məşəlinin kim tərəfindən yandırılmasını səbirsizliklə gözləyirdi. Bu məşəlin kim tərəfindən yandırılacağı haqqında müxtəlif müvazilər var idi. Nəhayət, səhnəyə Parkinson xəstəliyindən danışa bilməyən Məhəmməd Əli çıxdı. Fiziki çətinliklərə baxmayaraq, onun bütün iradəsini yığaraq Atlantada keçirilən Yay Olimpiya oyunlarında məşəli yandırması idman tarixinin ən emosional anlarının birinə çevrilmişdi. 1998-ci ildə Əli UNICEF-in xoşməramlı səfiri oldu və sonradan 10 il ərzində Afrika və Asiyanın bir çox ölkəsinə səfər etdi. 2002-ci ildə o, öz ulduzunu Hollywood şöhrət xiyabanında aldı. Lakin bu ulduzun hər il Oscar mərasimi keçirildiyi Kodak teatrının divarına asmağını xahiş etdi. Əli daşıdığı Məhəmməd Peyğəmbərin adını yoldan keçənlər tərəfindən tapdalanmasını istəmirdi. 2016-cı ilin iyunun 2-sində tənəffüs problemi ilə əlaqədar ağır vəziyyətdə Phoenix xəstəxanasına yerləşdirilən Məhəmməd Əli ertəsi gün 74 yaşında dünyasını dəyişdi. Dəfn mərasimi 2016-cı ilin iyunun 10-u və 11-də doğulduğu Louisville-də baş tutmuşdur. Məhəmməd Əlinin şəxsi həyatı haqqında qısaca olaraq onu demək olar ki, o 4 dəfə evlənmiş və bu nikahlardan 9 uşağı var idi. Yeri gəlmişkən onun bir qızı Leyla Əli
atasının yolu ilə gedərək boksçu olmuş və professional ringdə keçirdiyi 24 döyüşün hamısında qalib gəlmişdi. O, orta çəkidə dünya çempionu titulunu əldə etmişdi. Məhəmməd Əlinin sərvəti 50-80 milyon dollar arasında qiymətləndirilirdi. Lakin onun həyat yoldaşına 12 milyon, 9 uşağın hər birinə 6 milyon pul qoyduğu məlumdur. 2006-cı ildə boksçu adının və imicinin istifadəsi hüquqlarını 50 milyon dollara satmış və bu razılaşmada 20%lik payı özünə saxlamaqla hər il 7 milyon dollar gəlir əldə edirdi. İdmançı müxtəlif illərdə Adidas, Gillette, IBM, Apple, Pizza Hut, Pepsi, Louis Vuitton, Toyota, Porsche brendləri ilə əməkdaşlıq etmişdir. O, həmçinin Birds Eye Burger və Wheaties taxılının reklam çarxlarında görünürdü və çempionların səhər yeməyi qutusunda görünən ilk boksçu olmuşdur. 1970-ci illərdə şöhrətinin zirvəsində olan Məhəmməd Əli bir neçə mənbəyə görə yer kürəsinin ən məşhur və ən populyar insanı idi. Ölümündən sonra da ilham verdiyi, ümid və mübarizə simvoluna çevrildiyi milyonlarla insan qəlbində yaşayır. Bununla da bu dahi idmançı haqqında verilişimizi başa çatdırırıq. Əgər video xoşunuza gəldisə, like qoymağı və abunə olmağı unutmayın. Hələlik, gəlin görüşlərədək.